məsələlərə. Və sonra şeyx deyir ki, vəl-əqidətu şər'ən. Əqidənin şəriətdə olan mənası nədir? Əvvəlkilər lüğəvi mənası idi. Lüğətdə olan mənası idi. Şər'i mənası nədir? Və şeyx deyir ki, şər'i mənası və ya şəriətdə əqidə deyildikdə, əqidəyə daxil olan məsələlər. Və şeyx deyir ki, hiyə əl-imanu billahi və mələikətihi və kutubihi və rusulihi vəl-yevmin əxiri vəl-imanu bil-qədəri xayrihi və şərrih. Deyir ki, əqidə deyildikdə şəriətdə Allaha iman etmək, Allahın mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərinə iman etməkdir. Və tusammə hədihi ərkənəl iman. Və şeyx deyir ki, saydığımız bu 6 dənə məsələ də imanın rukunları və ya başqa adla bizim bildiyimiz kimi imanın şərtləri. İmanın 6 şərti, 6 rukunu var. Şeyx onları saydı burada. Deyir ki, bunlar da imanın şərtləri və ya rukunları sayılır, adlanır. Burada bir sual yaranır. Əqidə deyildikdə şəriətdə bura sadəcə şeyxin saydığı bu 6 məsələ mi daxil olur? Yəni bundan başqa məsələlər əqidəyə daxil olmurmu? Təbii ki, daxil olur. Məsələlər var. Başqa məsələlər var, hansı ki onlar əqidəyə daxil olur. Və şeyx aşağıda burada saymadığı bəzi məsələləri də gətirəcək, bəzi mövzularda zikr eləyəcək. Təbii ki, onlarla da kifayətlənmir. İnşallah irəlidə toxunacaq.